Salam, bugün baxacaq. O məni düşünürmü? Mən onun ağlında varım, fikirlərində varım. Yoxsa unudub məni? 4 variant edəcəm. Məni düşünürmü? Düşünürsə nə düşünür? Birinci variant. 2, 3, 4-cü variant. Santa Muerta ilə bugün açılım eləyəcək. Çox qəşəng tarotu, daşlar da qoyacağım mən. 1, 2 mən necə rahat seçsin. İstəyən qaşlarla, istəyən qaşlarsız videonu saxlaya bilərsiniz. Seçmişsinizsə başlayalım birinci variantla. Məni düşünürmü? Düşünürsən nə düşünür? Birinci variantla başlayalım. Düşünür. Düşünür, amma baxaq nə düşünür? Düşünür. Düşünür. Bilirsiniz necə? Siz ondan incimirsiniz. Nəsə istəmirsiniz ondan. Eləməyibdir. Nəsə istəmirsiniz, verməyibdir. Belə düşüncələr var. Küsüb o siz. Küsmüsünüz siz ondan. Düşünür, bəli, siz ondan nəsə istəmirsiniz. O sizə bunu eləyə bilməyibdir. Siz incimirsiniz ondan. Belə fikirləri var. Düşünür. O sizi düşünür. Və hesab edir ki, indi heç nə eləməməlidir o. Gözləməlidir, bağlı. Mən özümə elə aparmalıyım ki, heç bir şey eləməyəcəm. Çünki belə lazımdır da. Tamamilə geri çəkilmək lazımdır. Hə də, onsuz da o, belə deyim də, o sakit dursa yerində, siz sakitləşəcəksiniz və uzun müddət onsuz da dözə bilməzsiniz bu ayrılığa. Yəni, bu küslüyü çox uzun müddət davam elətdirməyəcəksiniz, görəsiniz. Düşünür, doğrusunu düşünür, amma hərəkət eləməyəcək. Belə bir şey çox. Keçirik ikinci varianta. Hakkımda nə düşünürüm, necə düşünürüm? Düşünüyorum. Doğru. Düşünür. Düşünür, bilirsiniz necə? Darıxır. Və nəsə elə bil ki, nəsə eləmək istəyir ki, ona nəsə sevinç gətirsin, düşünməsin, darıxmasın, amma siz elə bil ki, nəsə çatmır ki, onun üçün xoşbəxtçilik olsun. Siz onun üçün çatmırsınız bir sözlə. Görün nə gözəl
vacib qadınsız, siz onun üçün də empress kimi çıxırsınız da, çox qəşəngdir bu. Düşünürsünüz belə. Tak. Bəs yazacaqsam bu hərəkət. Bu nədir? Bilir ki, siz de onu gözlüyorsunuz. Evet. Geç. Elə bil ki, bir magnet kimi siz onu dartırsınız, çağırırsınız. Çağırırsınız siz onu. Düşünür, çok darıxır, çok darıxır. Bəs geri dönüş eləyəcəksən maraqlıdır. Dönəcək, əlbəttə ki, dönəcək. Burada daha başqa sözə ehtiyac yoxdur da. Prosta indi o çox qəmlidir. Çox pis onun nastroyeniyası ki. Geçək üçüncü variantı olmayı düşünüyorum. Düşünürsen. Ne düşünürsen sen? Düşünmeyi ne düşünür ama ne düşünür? Tak. Только пентакля. Так. Sizin elədiyiniz nəsə hərəkətə qarşılıq cavab vermək istəyir. Cavab da nədir? Susqunluq. Yəni ki, pasiv-agresiv vəziyyət görünür burada. Yəni, o belə elədi, mən də belə eləyəcəm, axtarmayacağım, yazmayacağım. Qoy ağlı başına gəlsin, hə, точно. Qoy otursun, fikirləşsin, ağlı başına gəlsin. Bilsin ki, bitirdi də məni, güya. Ay, bu özün aşağıya belədində bir növ küskünlüyə artistliyi deyir də, küskünlüyə vurmaq çalışır, güya ki, dəymin mənə. Düşünür sizi çok. Çok düşünür, sadece içinde agresiya var da. Agresiya var. Qoy özü səhvin başa düşsün. Qoy fikirləşsin ki, məni itirdi. Keçir dördüncü variantı. Sən belə düşünürsən mi, belə düşünürsən? Sizə görüşürüz, hər şey dardı, bitti. Niyə belə, nə ilə bağlıdır bu? Nə düşünürsən? Tamam.
burada görünür ki, sizin münasibətlərdə bilmirəm nə ilə bağlıdır, dava olub, razborq olub, hər şey bitib də, zakonçildi. Hər şey bitmişdi və insanda belə bir şey var, egoizm bitdi, vəsyoda cəhənnəmə bitsin. Mən özümü ona görə şey eləməli deyiləm, nə bilim, öldürməli deyiləm. Mən həyatımı yaşayıram, aktivəm, ora gedirəm, bura gedirəm, qoy görsün ki, heç nə mənə vecimə də deyil. Mən heç nəyi düzəltməyə çalışmayacağam, mən hisslərimi göstərməyəcəm. Düşünür, amma əslində elə deyil axı. Əslində çox darıxır o. Prosta göstermir da o. Göstermir. Bəli, o hiç göstermir. O çok hitri insandır, bu hiləgər. O evə mənə qızlar yoxdur, nə bilim, kimə istəsən falan. Çox belə bu dəqiqə o qaynayır, flörtdədir, ona yazır, buna yazır, onu axtarır, bunu axtarır. Это точно ona yazır, özdə birinə yox, bir neçəsinə bir yerdə yazır ki, nəsə alınsın, görürsün, hoşun fikirləşməsin. Biz heç nə düşünməsin. Amma onsuz da alınmır da, yəni onda. Qəribə bir şey var burada. Yəni onda heç kəslə alınmayacaq. Alınmır. Baxmayaraq ki, yazır, axtarır, neyim. Kommentlərinizi yazın, mən çox maraqlıdır. Sizin fikirlər hansı mövzularda açılım istəyərdiniz. Təşəkkür edirəm izlədiyinizə görə, çox sağ olun.